Salam dostlar. Bugün Suraxanı Gəmi Muzeyindəydik. Bura siz 205, bir də 5 nömrə ilə gələ bilərsiniz. Deməli 3 mərtəbə idi. İlk mərtəbə üstdə idi, hansı ki burada göyərtə var idi, restoran var idi. Restoran hissəsini çəkməmişəm. Özünüz istəsəz gedib baxa bilərsiniz. Yaxud da mən özüm də bir dəfə gedib çəkiliş eləyəcəm. İlk mərtəbədə bu tip şeylər var idi. Daha sonra aşağı mərtəbəyə düşdükcə burada müxtəlif gəmiyə aid alətlər və sair var idi. Ən maraqlısı aşağı mərtəbə idi, bir də çıxışda idi. Orada müxtəlif maketlər var idi. Həmçinin birazdan göstərəcəm videoda kapitana aid otaq var idi, kapitanın köməkçisinə aid otaq var idi. Ümumilikdə dənizçilik ilə bağlı şeylər var idi, müxtəlif gəmi maketləri var idi. Ondan sonra mətbəx var idi. Həmin vaxtda istifadə olunan qab-qacaqlar və sair var idi. Həmçinin siz burada 3D gözlüklərdən istifadə eləyərək ətrafda o vaxt olan işçilər, iş prosesini və sair görə bilərsiniz. Ən maraqlı şeylərdən biri həqiqətən o idi. Həmçinin orada bir şey də diqqətimi çəkdi. Bilmirəm videoda çəkilib ya yox. Velosiped var idi. Həmin velosiped vasitəsilə siz, deməli daha doğrusu həmin dövrdə enerji əldə ediblər. Həmçinin burada məktublar var. Həmin məktublar deməli Nazım Hikmətlə yazışmalardır. Çox maraqlı. Bir də belə bir şey var idi. Orada sürmək kimi hiss etdirdi. İynək də olsa daha qəşəng olardı. Mən biraz çalxaladım. Yəqin kapitan məndən olmaz. Piruz şefer falan çıxar məndən, ancaq zarafat təbii bu. Bu gördüyünüz sərnişinlər üçündür. Sonra kapitanın iki otaqlı idi, qalanlar bir otaqlı idi. Burada dürbün kəşf eləmişdim. Dürbünlə baxırdım.